Çox üzr istəyirəm. Mənə görə qadından külqabı iyi gəlməməlidir. Sonuç bəy, Azərbaycanda qadın daha rahat iş tapa bilir, yoxsa kişi? Hal-hazırda qadınlar. Niyə? Bunun səbəbləri nədədir? Yəqin dünya üzrə ümumi feminizasiya gedir deyə qadınlara daha çox üstünlük yaradır işə gələn zaman. Bu feminizasiya bir kişi olaraq sizi qıcıqlandırır? Səmimi deyim, Hə, əlbəttə ki. qıcıqlandırır. Niyə? Köhnə adamlardanam. Qadınlar müəyyən təsirlərin altında başlayıblar çətin peşələri seçməyə. İlahi qüvvənin yaratdığı bir nizam var. Yəni matriarxat qadınların hakimliyi əgər özünü doğrultmuş olsaydı, ola bilsin mənim sözüm sizin xoşunuza gəlməsin, amma siz səmimidiriniz, mən də səmimi. Subyektiv fikrimizdir. Mən də heç nə qarışa bilməm. Subyektiv olsa da arxasında müəyyən qədər obyektivlik var. Yəni əgər matriarxat özünü doğrulmuş olsaydı, indi patriarxat olmazdı, matriarxat olardı. Qadının çox gözəl yeri var, ailədə də, cəmiyyətdə də. Amma qadın gedib şalvar geyib, şaxtaya düşüb, orada müəyyən mədənlər istehsal eləsin, kosmosa uçsun, tank sürsün, xüsusi polis təyinatlı dəstələrində xidmət eləsin. Necə ki, Amerikan filmlərində cəmaata təlqin edirlər. Kişi ovçudur, müdafiəçidir, qoruyucudur. Qadın ocaqdır, evladların anasıdır, nəvazişdir, nəzakətdir, gözəllikdir. İstər qadın, istər kişi öz yerini bilməlidir. Bu rollar bir-birini əvəz eləyəndə hər şey qarışır. Hal-hazırda gördüyümüz kimi cəmiyyət feminikləşir. Keçmişdə axı bizim ordumuzda qadınlar olmuyor, ya da hansı müharibəyə gedən qadınlarımız olmuyor. Niyə biz indi bunu göz önündən çıxardırıq ki, qadın fərddir və istədiyini eləyə bilər, axı seçim azadlığı deyə bir şey varsa. Bizim hansı sərkərdə qadınımız olmuyor, tomrisimiz olmuyor. Tomrisi desək, digər xatunları desək, onlar daha çox tarixi deyil, əfsanəvi şəxsiyyətlərdir. Amma yenə də olmuşsa da kimsə demir ki, qadının seçim azadlığı yoxdur. Dindarlar deyir ki, xeyr, Allah seçim verib, sən özün bilirsən hara gedirsən. Mən o barədə fatalistəm. Kimin alnında nə yazılıb, onu onun gözü görməlidir. Mən həyatımda çox şeylər danışa bilərəm, bura yeridir, amma bu istiqaməti seçmişdim. Yuxarıdakı dedi ki, qardaş, sən bura gedəcəksən. Ona görə mən indi pensioneram, sizinlə gözəl söhbət aparıram metroda. Kiçik bir müdaxilə elədim, biz də sığınaraq. Birincisi, sahibi ixtiyar sizsiz. Çünki mikrofon sizin əlinizdədir. Səmimi dedim. Yenə də deyirəm, kişinin öz yeri var, qadının öz gözəl yeri var və çox üzr istəyirəm. Mənə görə qadından külqabı iyi gəlməməlidir. Qadından gülçeyi gəlməlidir. O azadlığın ifadəsi deyil. Nikotin asılılığı da ola bilər, amma okey bu. Asılılığı o vaxt olur ki, sən başlayırsan siqaret çəkməyə, təmbəki çəkməyə, sonra keçir qəlyan, sonra keçir... Keçməsin də orada dayansın. Yox, Yeri keçməsin, xaş. Mən əndazəni aşmıram. Mən sadəcə demək istəyirəm ki, qadından gülçeyi gəlməlidir, külqabı deyil. Əgər bir yanlış şey dedimsə, üzr istəyirəm. Çox sağ olun, təşəkkür edirəm. Mən də minnətdaram. Çox Sağ olun. Sağ olun, gənclər. Hörmətlər. Yaradın, yaşayın, irəli gedin.